Salam dostlar, mən Mahmud. ITMax kanalına xoş gəlmisiniz. Bugün sizə format flash kartı necə hazırlamaq olar onu göstərəcəyəm. Əvvəlcə bizə minimum 8 GB tutumu olan bir flash kart lazımdır. Daha sonra kompüterdə istədiyimiz əməliyyat sisteminin ISO faylını yükləməliyik. Məsələn, mənə Windows 10 lazımdır və Windows 10 ISO faylını yükləyəcəm. Bunun üçün əvvəlcə brauzerə daxil oluruq, axtarış bölümünə Windows 10 ISO yazaraq axtarış edirik. Burada birinci hissədə yer alan Microsoftun rəsmi saytına daxil oluruq. Burada isə Download Now basaraq Windows 10 Installation Medianı yükləyirik. Bundan sonra isə biz flash kartı ISO faylını yazmaq üçün, yəni flash kartı bootable etmək üçün Rufus proqramını yükləyirik. Bunun üçün də yenə brauzerdə axtarış hissəsində Rufus yazaraq axtarış edirik və rəsmi saytına daxil olub download hissəsində standart tipli faylı yükləyirik. Yüklədikdən sonra Windows 10 Installation Medianı proqramına daxil oluruq. Burada Accept basırıq. Burada biz flash kartı yazacağımız üçün ikincini seçirik. Burada isə Windows'un dilini, yəni mən ingilis dilini seçirəm. Burada isə 64 bit, 32 bit, yoxsa hər ikisini yükləmək istədiyinizi seçirsiniz. Burada ISO faylı seçirik. Daha sonra yüklənməsini gözləyirik. Bəli, artıq yükləndi. İndi isə Rufus proqramına daxil olaq və flash kartı kompüterə daxil edək. Bir də bunu qeyd edeyim ki, flash kartdakı bütün məlumatlar silinəcək. Əgər önəmli məlumatlarınız varsa, onları yedəkləməyi unutmayın. Bu hissəyə yüklədiyimiz ISO faylını atırıq. Bu hissədə isə diskinizin GPT yoxsa MBR olduğunu bilməlisiniz. Bunu öyrənmək üçün This PC-yə sağ düyməni klik edib kontekst menyudan Manage bölməsinə basırsınız. Açılan hissədə Disk Management menüsünə keçid edəcəksiniz. Burada isə diskinizin üzərində sağ düyməni klik edib Properties basırsınız. Burada Volume hissəsinə keçid etdikdə orada GPT yoxsa MBR olduğunu görəcəksiniz. Məndə GPT-dir. Buna görə Rufusda GPT seçirəm. Bundan sonra heç nəyi dəyişməyin və Start düyməsinə basın. Gələn hissələr OK basaraq keçin və bir şeyə dəymədən gözləyin yüklənsin. Bəli, artıq flash kartımız bir kompüteri format edib Windows 10 yaza biləcək vəziyyətə gəldi.
Video bu qədər. Kanala abunə olub videoyu bəyənməyi unutmayın. Dəstəyiniz mənim üçün önəmlidir. Sağ olun, salamat qalın.